Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay birlikdə çəkiliş meydançasından yepyeni görüntülər paylaşıblar. Onlar karavanda möhtəşəm video və fotolar paylaşıblar. Yeni layihəyə gəldiyinin isə müjdəsini veriblər. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Bəli, gəlmişik karavana. Fasilədir. Günay xanım da otelə girir, oteli yığışdırır, karavana girir, karavanı Deyirəm, əsl Azərbaycanlı. Təsəvvür harda qaldırdıq o gün? Gəncə Premium oteldə. Oranı Əsl Azərbaycan yığışdırdım. Hamamına, tualetinə kimi qəşəng, tərtəmiz. Birdən ortalıqda dedim ki, heç kəs əziyyət çəkməsin. Hələ içəri də soyuqdur, cəmaət işləyir orada. Çox soyuqdur. Deyir ki, mənfi 3 dərəcə kimi hiss olunur. Mənfi 3, mənfi 6 dərəcə kimi. Elə soyuq var. Hello. Tam yatmaq istəyir. Gəl. Salam. Salam. Hoş gəlmişsiniz. Salam, hoş. Hoş geldiniz. Yorulmayasınız, necəsiniz? Aslında dedim, illərin vərdişini Necə deyil? Sakin. Nə axtarsınız ha? Bunun suyunun hardan töküldüyünü açılmır. Nəyin suyunu? Orada bir de bu. Bir dənə bu açılır. Burada bizə süfrə açıblar. Düzdür, Zaur oruçdur. Sağ olsunlar. Hər şey var. Ancaq iftarda. Bunlar bağlanıb elə bil. Aa, bu qaynar sudur. Bu qaynar olmalıdır da. Buna su tökülür də hardansa. Amma qəşəng deyil, belə bir dənə şey alırsan evdə elə. Ev deməli başda. Karavandır da. Duş kabini var. Basrum. Bu keçə biləcəm. İş var yanmır ama. Ola bilməz. Yanmır. Ha, deyə kabinkası var. Onun tuvaleti şey yanmır. Olmaz, bəlkə deyə oxumaqda nədir? Duş kapıdır. Ha, orada da şkaf var. Buyursan, dəsmal, əvya. Yəqin götürüb harasa gəzməyə filan çıxırlar. Qəşəng karavan. Yataqdır. Həm də bizim paltar dəyişmə Özü yerimizdir. içində bu sənə də şkaflar var. Bax onlar. Deməli başda iri bir yerdir də. Otaq da elə bir. Zaurun pencəkləri. Çoxdur. Burada ayaq yoludur. Bunu aça bilərsiniz zəhmət. Ye, iç, yat. Qalan demə. Sağ ol. Bu da mətbəxidir. Burada da tuxovkası filandır. Bu da yəqin soyuducudur. Hansı? Ha, bir də qəşəng Patlıcan da olmalı içində. Orada soyuducu. soyuducu. Mənim ayaqqabılarım. Tofkadır. Bura necə açıq? Uy, elə biləcəkdir. Tofkadır. Ha, tuxovka. Bunu bizim üçün gətiriblər ki, biz orada soyuqda qalmayaq. Burada həyətdir, çəkiliş bu tərəfdədir. 60 nəfərdən çox insan çalışır. Bu tərəf düşsəm yıxılacam. Mən qaytar dala qayıda bilmirəm. Qayıda bilmirəm. Gedirdim evə. Bir dənə qapını bağlayarsın, soyuq. Burada stulçikdə oturmaq üçün. Bizim üçün ev gətiriblər. Sağ olsunlar. Əziyyət çəkənlər, çəkiliş qrupası. Çəkiliş belə olar, səviyyə. Məncə də. Aparıcıya hörməti bax belə qoyarlar. Sağ olsun. Sağ olsunlar, möhtəşəm. Bu da kondisioner. Ona görə də mən sevirəm adəsi. 29 dərəcə qoyulub. Gözəldir. Qəşəngdir. İftarımı gözləyirəm. Az qaldı. Bu nədir? Bir saat. Bu da təzyiqi filan göstərir. Bu da paltar asmaq üçün. Birində sudur, birində havadır. Ha, deyil pulto burada. Bəlkə bundan yandırasan baxaq. Amma Yox, yox, yaxşıdır. Elə də soyuq da deyil. Qoy buradan göstərim. Oradan yıxılırdım, göstərə bilmədim. Baxın görün nə qədər avtomobil var. Hamısı çəkiliş qrupasının avtomobilləridir. Soruşanlar var idi ki, haradır bura? Zabrat. Zabratdayıq. Buz bağlamışıq. Buz bağlamışıq. Mənim ayaqlarımı çək, Zaurun ayaqqabılarını giymişəm. Dəyişməliyəm. Donacağım.
Hə, gedək, yenə getdik. Furqona biz aparırsınız. Yaxşı, gedək furqona. Getdik. Kimə mən deyə bilərəm? Mənə bir dənə çay, amma açıq çay olsun. Qara yox, biraz içinə qara çay. Ya da ağsı da verə bilərlər bəlkə. Hə, çox sağ ol. Hə, səsim az. Sən qızışımdır. Nə uzaq imiş kərara. Bu bayaqki çəkiliş məkanı o tərəfdə idi. İndi köçdük bura yaxına. Yəni burada oturmuruq da. Gedirik çəkilişə qayıdırıq bura. Gedirik çəkilişə qayıdırıq. Yavaş-yavaş. Bax, xanımlar o qədər əziyyət çəkirlər, zəhmət çəkirlər. Halal olsun sizə. Həqiqətən bizə də çox xoşdur. Sizin kimi peşəkar bir komanda ilə çalışmaq. Çox sağ olun. Oradan bura gələndə elə bilirsən cənnətə gəlmisən.